Herkese salam əziz müəllimlər. Bugünkü izahımız 9-cu sinif dərsindən olacaq. Plastik kütlə və onun insan həyatında rolu. Bildiyimiz kimi ətrafımızda plastik kütlədən hazırlanmış bir çox əşyalar və məmulatlar görə bilərik. Plastik kütlə 19-cu əsrin sonunda həyatımıza daxil olmuş və getdikcə daha geniş yayılmağa başlamışdır. Plastik kütlə kimya sənayesində polimerlərdən alınır. Təzyiq altında qızdırıldıqda verilmiş formanı alır və soyuduqdan sonra da həmin formanı qoruyub saxlayır. Mənşəyinə görə təbii, süni və sintetik mənşəli olur. Plastik kütlə polimerlərdən təşkil olunmuşdur və plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır. Polimerlər yüksək molekulyar birləşmələrdən ibarətdir. Strukturuna görə 3 yer ayrılır. Xətti strukturlu, şaxəli strukturlu və torvari strukturlu. Şəkil A-da biz xətti strukturlu polimerləri görürük. Gördüyünüz kimi sanki düz xətt üzrə düzülmüşlər. B təsvirində şaxəli formanı görürük. Sanki daha şaxəli və səpələnmiş formadadırlar. C təsvirində isə torvari təsvirə bənzədiyi üçün ona da torvari struktur deyilir. Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın 2 mənbəyi vardır. Birincisi, təbii polimerlərdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələr. Burada xammal olaraq selluloza və zülal əsaslı birləşmələrdən istifadə olunur. İkincisi isə kimyəvi sintez yolu ilə aşağı molekul kütləli birləşmələrdən yüksək molekul kütləli birləşmələrin alınması ilə yaranır. Burada xammal kimi kömür, təbii qaz və neft istifadə olunur. Plastik kütlədən bir çox sahələrdə istifadə oluna bilər. Məsələn, məişətdə üt atlıqları, paltar üçün qarmaqçıqlar, daraq, mətbəx avadanlıqları, məktəb ləvazimatları plastik kütlədən hazırlanır. Lakin plastik kütlənin istifadə dairəsi yalnız məişətlə əlbəttə ki, yekunlaşmır. Maşın və dəzgahların hissələri plastik kütlədən hazırlana bilər. Tikintidə, avtomobillərin hazırlanmasında, mebel sənayesində də plastik kütlədən istifadə oluna bilər. Bəs plastik kütləni bu qədər məşhur edən nədir? Niyə plastik kütlə bu qədər geniş yayılmışdır? Çünki onun bir sıra üstün cəhətləri vardır. Baxaq indi həmin üstün cəhətlər hansılardır? Birinci növbədə plastik kütlənin ucuz olmasıdır. Xammal olaraq ucuzdur. Çox elastikdir və az sıxlığa malikdir. Eyni zamanda korroziyaya ümumiyyətlə məruz qalmır. Elektrik və istilik keçiriciliyi aşağıdır. Səs udma və titrəyiş udma xassələrinə malikdir. Səs udur, səs keçirmir, titrəyişi azaldır, titrəyiş udma xassəsinə malikdir. İstilik və elektrik keçiriciliyi isə aşağıdır. Bundan başqa çəkisi azdır, uzun ömürlüdür, rahat yuyulur və istənilən rəngə boyana bilir. Bütün bunlara görə də geniş istifadə olunur. Günü-gündən plastik kütləyə qoyulan tələblər artır və bu da onun keyfiyyətini yaxşılaşdırır. Bəs plastik kütlənin hansı növləri vardır? Növlərinə aiddir polietilen, polipropilen, polivinil xlorid, polikarbonat və polistirol. Polietilen geniş yayılmış plastik kütlə növlərindən biridir. Hər birimiz polietilen haqqında eşitmişik. Gün ərzində hər kəsin istifadə etdiyi polietilen torbalar, məsələn, bu plastik kütlə növündən hazırlanır. Bundan başqa polietilen çənlər, süd və süd məhsulları və şirələr üçün butulkalar, məişət kimyası və mühərrik yağları üçün qablar, nazik pərdə polietilendən hazırlanmışdır. Onun xüsusiyyətləri hansılardır? Birinci növbədə, polietilenin xoşagəlməz qoxusu yoxdur. Qidalanma üçün heç bir təhlükə yaratmır. Yüksək möhkəmliyə malikdir. Temperatur fərqinə davamlıdır. Kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda əvvəlki xassələrini dəyişmir. Polipropilen tez dağılır və polietilenin nisbətən şaxtaya davamlılığı azdır. Onu digərlərindən fərqləndirən cəhətlər tez dağılması və şaxtaya davamlılığının az olmasıdır. Alimlər belə hesab edirlər ki, o insan həyatına və ətraf mühitə heç bir təhlükə yaratmır və eyni zamanda ətraf mühitə qarşı davamlı polimerdir. Qab-qacaq və boru istehsalında ondan istifadə olunur. Yoğurt stəkanları, vedrələr, şprislər, butulka qabaqları və disklər məhz bu plastik kütlə növündən hazırlanır. Ətraf mühit üçün təhlükəsizdir deyə ondan uşaq oyuncaqları və qab-qacaq da hazırlana bilər. Eyni zamanda avtomobillərin banında və salonunda da ona rast gəlmək mümkündür. Avtomobillərin banı dedikdə onların xarici korpusu nəzərdə tutulur. Eyni zamanda avtomobillərin salonunda da bu plastik kütlə növündən istifadə oluna bilər. Polistirol böyük temperatur fərqinə davam gətirir və bu üstünlüyünə görə yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı və möhkəm xam mal kimi çıxış edir. Böyük temperatur fərqinə davam gətirməsi, son dərəcə etibarlı və möhkəm xam mal olması onun əsas xüsusiyyətləridir.
Məişətdə əmtəə mallarının və avadanlıqlarının istehsalında, duş kabinlərinin ara kəsmələrinin, qida üçün konteynerlərin, qablaşdırma məmulatlarının, mətbəx ləvazimatlarının, fincanların, mənzillərdə istiliyi təmin edən izolyasiya edici lövhələrin hazırlanmasında polistiroldan istifadə olunur. Polikarbonat onun ən əsas cəhəti yüksək temperatura davam gətirə bilməsidir. 135 dərəcə temperatura davam gətirə bilir və öz ilkin xəstələrini saxlayır. Ona güllə keçirməyən şüşə də deyirlər. Ekoloji xəstələri şüşə ilə eynidir, lakin əlbəttə ki, şüşədən daha möhkəmdir. Şüşənin dözməyəcəyi qədər yükə davam gətirə bilir. Məhz bu istiyə davamlılığına görə pres qəliblərin hazırlanmasında ondan istifadə olunur. Kosmonavtikada, hərbi sənayedə, organik texnikanın və mebel hazırlanma sənayesində istifadə olunur. Bundan başqa plastik kresloların və çamadanların hazırlanmasında istifadə oluna bilər. Polivinil xlorid ağ rəngdə plastik kütlə növüdür. Onun açar sözü ağ rəngdə olmasıdır. Ondan nələr hazırlanır? Mebel əşyaları, nelyum, ayaqqabı plastikatları, eyni zamanda qramofon valları, pəncərə və qapı, geniş çeşidli naqil kabellər üçün büzmələnmiş boru istehsalında istifadə olunur. Plastik kütlələrin nə qədər üstün cəhətləri olsa da, heç də onların hamısı sağlam deyildir. Bəziləri insan sağlamlığına və ətraf mühitə zərərlidir. Onlardan qorunmaq üçün həyatımızdan tamamilə çıxarmağa ehtiyac yoxdur. Yalnız seçimlərimizə diqqət etmək lazımdır. Daha sağlam, yüksək keyfiyyətlə hazırlanmış plastik kütlə növlərindən istifadə etməliyik. İndi isə öyrəndiklərimizi ümumiləşdirək. Deməli, plastik kütlə 19-cu əsrin sonlarında yarandı və getdikcə daha geniş yayılmağa başladı. Plastik kütlə nədən hazırlanır? Polimerlərdən hazırlanır. Təzyiq altında qızdırılaraq ona verilən formanı alır və soyuduqdan sonra həmin formanı saxlayır. Mənşəyinə görə 3 növ var: təbii, süni və sintetik mənşəli. Polimerlərin sayına və növünə görə fiziki, mexaniki və texnoloji xassələri dəyişir. Strukturuna görə xətti, torvari və şaxəli strukturlu olur. Təbii xammalın növünə görə 2 növ var. Təbii polimerlərdən çevrilmələr nəticəsində alınan, burada selluloza və zülal əsaslı birləşmələr istifadə olunur və kimyəvi sintez yolu ilə. Burada isə kömür, təbii qaz və neft xammaldır. Hansı üstün cəhətləri var? Çox elastik olması, az sıxlığa malik olması, ucuz olması, istilik və elektrik keçiriciliyi aşağıdır, səs tutma və titrəyiş tutma xassələri vardır. Çəkisi azdır, uzun ömürlüdür, rahat yuyulur, istənilən rəngə boyanır. Hansı növləri var? Polietilen, polipropilen, polikarbonat, polistirol və polivinil xlorid. Polipropilen tez dağılır və şaxtaya davamlılığı azdır. Ətraf mühit üçün heç bir ziyanı yoxdur. Qab-qacaq, boru, yoğurt stəkanı, şpris, disk hazırlanmasında, avtomobillərin banında, salonunda istifadə olunur. Uşaq oyuncaqları və qab-qacaq da ondan hazırlana bilər. Polietilen möhkəmdir, xoşagəlməz qoxusu yoxdur. Ətraf mühit üçün zərərli deyil. Ondan torbalar, çənlər, pərdə, müxtəlif butulkalar hazırlanır. Polistirol son dərəcə etibarlı və möhkəm xammaldır. Böyük temperatur fərqinə davamlıdır. Duş kabini ara kəsmələri, qida üçün konteynerlər, qablaşdırma məmulatları, fincanlar məhz bu plastik kütlə növündən hazırlanır. Polikarbonat ən əsas cəhəti 135 dərəcə temperatura davamlı olmasıdır. Güllə keçirməyən şüşə kimi də tanınır. Hərbi sənaye, kosmonavtika, mebel hazırlanması, organik texnika və pres qəliblərinin hazırlanmasında istifadə olunur. Eyni zamanda çamadanlar və plastik kreslolar da ondan hazırlanır. Polivinil xlorid ağ rəngdədir. Borular, mebel haşiyələri, nilelyum, ayaqqabı plastikatları, qramofon valları, pəncərə və qapı, kabellər üçün büzmələnmiş borular polivinil xloriddən hazırlanır. Burada şəkillərə də diqqət etməliyik. Məsələn, şəkli verib hansı plastik kütlə növüdür və yaxud hansı materialdır kimi suallar düşə bilər. Və hansı plastik kütlə növündən hansı materiallar hazırlanır, bunları da bilməliyik. Hamısını əzbər yadımızda saxlamasaq da, ən azından bir neçəsini bilsək, asanlıqla testdə seçə bilərik. Bugünkü izahımız bu qədər əziz müəllimlər. İzlədiyiniz üçün təşəkkürlər.